Əbu Hüreyrə rəvayət edir ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur: Allah sizdən birinizin tövbə etməsinə, sizdən birinizin itirdiyini tapdıqda sevinməsindən daha çox sevinir. Əzəmətli hədis. Demək, Allahın sevinən, fərəh edən sifəti vardır. Fərəhlənər, sevinər. İnsan bir şeyi itirəndə, tapanda necə fərəhlənir? Allah tövbə edən bəndənin tövbəsindən daha şiddətli bir şəkildə fərəhlənir. Deməli, qulunun tövbə etməsə, gör necə Allaha sevimlidir. Demək, Allah-u Teala qullarından nə istəyir? Ondan tövbə etməsini istəyir. Allah Teala onları cənnətdən daxil etmək istəyir. Allah onlardan razı qalmaq istəyir. Amma qullar tövbə eləmir. Halbuki Allah Teala deyir ki, "Vallahu yuridu an yatuba aleykum." Allah sizin tövbənizi qəbul etmək istəyir. Başqa bir ayda Allah Teala nə dedi? Deyir ki, kim bir pis iş görərsə və ya fuhuş bir iş görərsə, öz nəfsinə zülm eləyərsə, sonra Allahdan bağışlanma diləyərsə, Allahı Gafur Rahim tapar, rəhm edər, onu əff edər. Allah istəyir bunu bəndələr. Və sevinir, fərəhlənir bəndəsi tövbə edəndə, Allaha qaydanda. Çünki Allah Teala qullarına zərər istəmir vallahi. Allah qullarına cəhənnəmə düşməklərini istəmir. İstəyir ki, hamısı xeyir əhli olsun. Yarhamkallah. İstəyir ki, Allah Teala istəyir ki, onlar cənnətə daxil olsun, cəhənnəmə düşməsin, yanmasınlar, məhv olmasın, həlak olmasınlar. Lakin bəndədir də özü görsən özünə pislik edir. Nəfsinə pislik edir, başqalarına pislik edir, günahlarla, asinə və s. və ilaxır. Bəli, Allahın fərəhlənən, sevinən sifəti vardır, özünə məxsus olan bir şəkildədir, məxluqata bənzəməz. Keyfiyyətini bilmirik, amma etiqad edirik ki, Allah Teala sevinir, fərəhlənir. Necə? Allahu aləm. Keyfiyyətdən varmırıq. Lakin etiqad edir ki, Allahın sevinən, fərəhlənən vəsif sifəti vardır.